Habari Ghana. Salama sana. Hello. Hello. Sen ismin ne abla? İsmim Rukiye Şaban. Yo, dayan olmaz. O içkilidir, belə vəziyyətdə məscidə girə bilməz. Kul huvallahu ahad. Allahu samad. Vermək istəmir, fikir versin bura. Bura evin qapısıdır. İyi hiss edirsən. Çalışıram, nəfəs almıyorum. Bəlkə də tualeti olan evlər var. Amma siz o evləri Kiberada axtarmayın. Zibilini çək o tərəfə, məni çəkmə. Yolumuz Kiberayadır. Paytaxtdan 5 kilometr aralıda yerləşsə də, bura sanki ayrı bir dünyadır. Kibera dünyanın ikinci ən böyük gecəqondusu hesab olunur. Statistikaya görə burada 250 min insanın yaşadığı qeyd olunsa da, amma əsl rəqəmlərin 2 milyon olduğu bildirilir. Kibera 20-ci əsrin əvvəllərində İngilislərin Nairobini müstəmləkə mərkəzinə çevirməsi ilə yaranmağa başlayıb. Qitənin dərinliklərinə dəmir yolu çəkmək üçün yerli əhalidən və ölkəyə gətirilən minlərlə miqrantlardan istifadə olunurdu. Adı çəkilən işçilərin yaxınlıqda məskunlaşdırılması üçün gecəqondular tikilməyə başlayır. 120 il ərzində əhali sürətlə artır və indiki qarmaqarışıq bir mənzərə ortaya çıxır. Havası belə kriminal qoxan bu yeri fikrimcə kadrlardan da hiss eləmək çətin deyil. Hətta buradakı məhəllələrdə polislər əməliyyat keçirərkən əraziyə az qala ordu halında daxil olurlar. Bu arada onu da deyim ki, yerli polis bölməsinin əməkdaşları 2 saatlıq bələdçilik üçün xidmət haqqının $1000 olduğunu dedilər. Lakin büdcəmizi və ən əsası ekstremi sevməyimizi nəzərə alıb, necə deyərlər, kəfənimizi boynumuza salıb işə başladıq. Sürücümüz William onsuz da gərgin ortamı biraz da gərərək, tez-tez burada çəkiliş aparma, kameranı oğurlayıb qaçacaqlar deməsi məni lap təngə gətirmişdi. Bu dəfə cavabım müxtəsər oldu. Arxadakı adamdan ehtiyatlı olmaq lazımdır. Deyəsən kameranı götürüb qaçmaq istəyir. Bir sözlə, William'ı sakitləşdirəndən sonra rahatca çəkilişə start verdik. Kiberada ilk olaraq diqqətimi bir məqam çəkdi. Ölkənin əhalisinin orta hesabla 9%-ni müsəlmanlar təşkil eləsələr də, nədənsə mənə elə gəldi ki, burada İslam dininə etiqad edənlərin sayı statistikada göstəriləndən xeyli çoxdur. Məsələn, təkcə bu əyalətdə 14 məscidin olması, insanların bir-birinə Habari Ghana əvəzinə salam aleykum demələri öz-özlüyündə çox şeydən xəbər verirdi. Habari Ghana. Salama sana. Azlıq təşkil edən müsəlman toplumun hansı vəziyyətdə yaşaması, hansı qayğılarla üzləşməsini öyrənmək üçün yolumuzu Kiberanın ən böyük məscidi olan Camiə adlı ibadətgaha saldıq. Allahu Ekber. Bura Kiberanın ən böyük və ilk məscididir. Biz müsəlmanlar üçün burada din azadlığı ilə bağlı heç bir problemimiz yoxdur. Burada mədrəsəmiz fəaliyyət göstərir. Hətta bir çox ailələr çalışırlar ki, övladları bizim mədrəsəmizdə təhsil alsınlar. Hal-hazırda sinif otaqlarında 500 şagird var. Əlavə olaraq onu da deyim ki, şagirdlərin çoxu valideynləri tərəfindən atılmış uşaqlardır. İndi isə gedib onlarla daha yaxından tanış ola bilərsiniz. Təbii ki, uşaqların yanına əli boş gedə bilməzdik. Ona görə yaxınlıqda market axtarmaq üçün düşdük Kiberanın küçələrinə. Amma yolda bizi bir nəfər türk dilində salamladı. Necə deyərlər, bizimkilərə bənzəməsə də ruhən bizlərdən idi. Sen ismin ne abla? İsmim Rukiye Şaban. Türk dilinde nereden öğrendiniz? Osmanlı kursundan. Şu an izindeyiz. Salı günü geri döneceğim ve burada anneme yardım ediyorum. Mağaza. Sen annenin marketi nerede? Mağazası. Burada. Görürsünüz değerli dostlar. Türk dilinde mahnı seslenir. Biz bu adı sambusa satıyoruz. Nedir bu abla? Samosa. Bunlar kalıp Bunları satın satandan sonra patatesleri alacağız, sonra geri pişireceğiz, sonra geri satacağız. şimdi elinizde malzeme yoktur, yok? Ha. Bak burada olanlar kaç para eləyir? Daha var abi. Yine de var. Hesaplayabilir miyim abi? Hesapla abla, hesapla. Bu kadar var. Göster.
100 abi. 100 şirin. 100. 100 şilin ediyor. Evet, abi. Hepsi 100 şilin ediyor. Evet abi. Bu kadar patatesleri neçə saate satırsan normalde? 7 saat. 7 saat. Güne kaç şilin kazanıyorsun? 300. 300. Senin abin şunu versin sana. Bunlarda kalsın sen. 2 gün, 3 gün istirahat edebilirsin. Tamam abi. Tamam. Teşekkürler abi. Allah seni korusun. Amin. Deməli, həqiqətən insan çox pis hisslər keçirir. Tüklərim də biz dayandı. Murad da həmçinin. Adam söz tapmır deməyə. Yəni insan səhərdən axşama qədər dayanır ki, orada 1 manat, 2 manat, 3 manat pul qazansın. Görürsünüz ki, vəziyyət necə acınacaqlıdır. Biz də müsəlman bacımıza çalışdıq ki, bu günlük də olsa dəstək olaq. Ruhiyyə Şaban ilə sağollaşıb, mədrəsədəki uşaqları sevindirmək üçün marketə yollandıq. İnsanların gəlirlərini nəzərə alsaq, qiymətlər həddindən artıq baha idi. Orta hesabla kökə və konfetlərin qiyməti 200 şillinqə, yəni bizim pulla hardasa 3 manat eləyirdi. Əgər nəzərə alsaq ki, burada bir çox insanlar heç günə 3 manat da qazana bilmir, onda qiymətlərin nə dərəcədə əl çatmayan olmasını təsəvvür eləmək o qədər də çətin deyil. Vitrinlərdəki şirniyyatların az qala hamısını bir qutuya yığıb, müsəlman balaların görüşünə tələsdik. Əllərimiz kamera ilə məşğul olduğundan yükümüzü daşımağa bu şəxs bizə yardımcı oldu. Sonradan bildik ki, adam aşırı dərəcədə içkilidir və özünün yardıma ehtiyacı var. Amma buna rəğmən yük ilə məscidin içinə də daxil olmağa hazırlaşırdı ki, məsələyə müdaxilə eləməli oldum. Yo, dayan, olmaz. O içkilidir, belə vəziyyətdə məscidə girə bilməz. Köməyə görə çox sağ ol. Məscidin içinə içkili olmaz. Sən ver. Çox sağ ol mənim qardaşım. Bizə sadəcə kömək eləmək istəyirdi, amma ki, məscidə qədər kömək elədi. Təbii ki, burada kömək pulsuz olmur. Halallaşdıq onu ilə, necə deyərlər, adam çox içmişdi, heç ayaq üstə dayanamırdı. O necə gətirib daşıdı, Allah bilir. Aşağı, Yük ona balans verir. Hə, ona görə dedim ki, məscidə içkili olmaz. Beləliklə kiçicik sovqatımızla məktəbə daxil olduq. Qeyd olunduğu kimi, çoxu kimsəsiz uşaqlardan təşkil olunan bu mədrəsə sözün əsl mənasında onların pənah yeri idi. Yeri gəlmişkən onu da deyim ki, statistikaya görə hal-hazırda dünyada 153 milyon tərk edilmiş uşaq var. İlk uşaq evi isə 1434-cü ildə Xorvatiyanın Dubrovnik şəhərində, daha sonra 1729-cu ildə Amerikada, Missisipi ştatında fəaliyyətə başlayıb. Amma dünyaya demokratiya dərsi keçən Qərbdə bu uşaqları bir çox hallarda qul kimi işlətmək, başqa şəxslərə müqaviləli şərtlərlə ötürmək üçün dırnaqarası bəsləyirdilər. Qonağı olduğumuz təhsil ocağındakı uşaqlara gəldikdə isə, burada onların rahat, eyni zamanda nizam-intizamlı olmaları diqqətimizi çəkdi. Yarı ac, yarı tox mühitdə böyüyən bu balalara şirniyyatları təqdim edəndə özlərini o qədər gözü tox, o qədər təmkinlə aparırdılar ki, sanki süfrələrində hər gün bu nemətləri görürdülər. Açığı Murad və mən sözün əsl mənasında gözləmədiyimiz mənzərə ilə qarşılaşdıq. Uşaqlar baxmayaraq ki, acdılar, adamlara biz ikram eləyəndə şirniyyatı, onlar o qədər gözü tox qarşılayırlar ki, sanki elə bir ki, hər gün bu şirniyyatdan yeyirlər. Yəni, İslamın disiplini, İslamın əxlaqı, İslamın mənəviyyatı budur. Uşaqlar, yəni ki, bunlar nə başa düşürlər, ayıb nədir, utanmaq nədir. Amma görün necə səliqə ilə götürürlər. Bunlar bildiyiniz gecələr ac yatan müsəlman balalarımızdır. Biz burada riyaziyyat, ana dili və digər fənlər tədris etsək də, ən birinci uşaqlara insan olmaq öyrədirik. Bəli, bu çox mühümdür. İnsanları sevməyi, mərhəmətli olmağı, ətrafdakılara hörmətlə yanaşmağı və ən əsası, Yaradanın bizə əta etdiklərinə görə şükür etməyi öyrədirik. Düşünürəm ki, cəmiyyət üçün sağlam vətəndaşların yetişdirilməsinin yolu məhz bu amillərə bağlıdır. Maşallah. Thank you very much, sister. Sən mənim qardaşımsan. Mənim qardaşım olduğunu bilirsən? Bəli, müsəlmanlar hamısı bir-birinin qardaşıdır. Bəli. Müsəlmanlar hamısı bir-birinin qardaşıdır. We are your brother. إياك نعبد وإياك نستعين بسم الله الرحمن الرحيم في جيدها
في صدور الناس من شر الوسواس الخناس قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Maşallah, maşallah. Ümumiyyətlə Keniyada təhsil 1985-ci ildən bəri 8-4-4 sistemi ilə həyata keçirilir. Yəni 8 il ibtidai təhsil, 4 il orta və 4 il ali təhsil. Onu da deyim ki, ibtidai məktəbə getməzdən əvvəl 3-6 yaş arasında olan uşaqlar 1 və ya 2 il məktəbə hazırlıq siniflərinə getməyə borcludular. Mən deyəndən sonra onlar daha çox götürdülər. Yəni az-az götürürdülər ki, digər uşaqlara da çatsın. Onlar görürlər ki, az qalıb, çox götürmürlər, hamısına çatsın deyə. Bu kiçicik hədiyyələr onları o qədər sevindirir ki, ağlınıza sığışdıra bilməzsiniz. Biz buradan bütün Azərbaycan xalqını salamlayırıq. Dünyadakı bütün müsəlmanlar bizim qardaşlarımızdır. O cümlədən Azərbaycanlılar da. Gəlişinizlə bizi və uşaqları çox sevindirdiniz. Var olun. Qapılarımız həmişə üzünüzə açıqdır. Məktəbə ilk ayaq bastığımda və bu alaqaranlıq köhnə binanın dəhlizində addımladığımda sanki kar olmuş bəşəriyyətə səsini çatdırmaq istəyən tərk edilmiş uşaqların hayqırtılarını eşidirdim. Sabaha ümidlərinin olmadığını düşünürdüm. Amma sinifə daxil olana qədər. Bizə görə məhrumiyyətlər içərisində çapalayan bu günahsız mələklər, gözlərindəki həyat eşqi, yaradana sonsuz şükranlığı ilə sanki mənə yaşam mücadiləsində necə dimdik ayaq üstə durmağı öyrədirdilər. Elə bil, bizi çoxdan gözləyirdilər. Bu günə çoxdan hazırlaşmışdılar. Və düşünürəm ki, bu məktəbdə uşaqların nə öyrəndikləri yox, mənə nə öyrətdikləri xatirimdən heç zaman silinməyəcək. Burada adət-ənənə var, Afrikalı evə boş əllə girmək olmaz. Bizdə də vardı o adət. Bizdə də var o adət. O baxmayaraq pis yaşayır, yaxşı yaşamır, ya da yaxşı yaşayır, əli boş getmək lazım deyil. Ona görə indi kənddən alacaq. Muka nədir? Un alıb ailələrə baş çəkəcək. Kiberanın içərisinə doğru irəlilədikcə natəmizlik, antisanitariya adamı dəhşətə gətirirdi. İfunət qoxusundan nəfəs almaq get-gedə çətinləşirdi. İyi hiss edirsən. Çalışıram, nəfəs almıyorum. Dəhşət deyil. 2 milyon insanın yaşadığı ərazidə kanalizasiyanın olmaması səbəbindən bu mənzərə ilə qarşılaşacağımız da başa düşülən idi. Qoxu bir yana, adicə dar küçələrlə hərəkət etmək belə təhlükəli idi. Burada evlər əsasən dəmir lövhələrdən, kələ-kötür taxtalardan hazırlandığından, azacıq ehtiyatsızlıq nəticəsində adam hər an xəsarət ala bilər. Açığı hara gedəcəyimiz, hansı qapını döyəcəyimiz məchul idi. İnsanlar görürsünüz, necə acınacaqlı vəziyyətdə yaşayırlar. Ay, bu balaca balamız da gəldi bizi ilə salamlaşmağa. Zibilini çək o tərəfə, məni çəkmə. Özümüzə məcar axtarırdıq və nəhayət bu küçələrdən biri bizi Sofiya Muhammed adlı bir xanımın evinə götürdü. Qonaq qəbul edirsiniz? Problem yoxdur, buyurun. Sofiya Muhammed. Burada 10 nəfər yaşayırıq. 8 uşaq, yoldaşım və mən. Demək olar ki, işığımız olmur. Ora bizim mətbəximizdir. Yeməkləri orada hazırlayırıq. Bir sözlə, nə tapırıqsa, onunla dolanmağa çalışırıq. Belə bir şəraiti görəndən sonra ağlıma bir sual gəldi. Gələcəyinizi necə görürsünüz? Heç bir fikrim yoxdur. Çünki onu təsəvvür eləyə bilmirəm. Uşaqları oxutdurmağa pul lazımdır. Uşaqlar gözümüzün qarşısında xəstəlikdən əziyyət çəkir.
Müalicəyə, dərmanlara pul tapa bilmirik. Arada imkanı olanda atam bizə kömək eləyir. Başqa heç yerdən köməyimiz yoxdur. Maraqlıdır, sizin ailənin normal yaşaması üçün günə nə qədər pul tələb olunur? Gündəlik bazarlığa Bəli, bəli. hardasa 1000 şillinq. Günə? Bəli. Onda yəqin siz varlı ailə hesab olunursunuz. Çünki bir çox ailələrlə danışanda onlar 300 şillingin yetərli olduğunu deyirdilər. Yox, onu bilirəm. Axı mənim körpə uşaqlarım var. Onlara süd verə bilmədiyimə görə məcburam hər gün süd alım. Üstəlik ailəmizin başqa-başqa qayğıları da var. Bəs həyatda ən böyük arzunuz nədir? Ailəmin xoşbəxt yaşamağını istəyərdim. İndi mümkün görünməsə də, amma inşallah gələcəkdə olacağına inanıram. Kartofdan nə yeməyə hazırlayırsınız? Bakıya, Satmaq üçün hazırlayırsınız, yoxsa evdə yeməyə? satmaq üçün. Neçədir ki bu? Uşaqlar üçün götürərdik. Cəmi 10 şillinqə. Zəhmət olmasa birini verərdiniz. Yaxşı. Verirsiniz kartofları. Bir dəqiqə gözləyin. Mən özüm də yeyərdim yəni. Yeməzdim yeməyinə, amma mən sənə deyim ki, pulunu verib almışıq, uşaqlar üçün almışıq da, uşaqlara vermək istəmir. Sən də deyirsən ki, hələ bir üstəlik evlərinə girək, hədiyyə eləyək. Vermək istəmir, fikir verirsən. Gözləyir ki, biz çıxaq gedək, deyir ki, verəcəm. Amma vermək fikri yoxdur. Satılan şey bir də satsın. Hə, yəni eynən. İstəmir. İstəmir versin. Baxmayaraq ki, başqa çəkiləsi yerlərimiz var. Amma sona qədər dayanacağıq ki, bu balaca uşaqlar sevinsinlər. Bura evin qapısıdır. Evə əyilib girirlər. Kiberanın küçələrini gəzdikcə ağlımda bir sual məni hey düşündürürdü. Ölümcül xəstəliklərlə süslənmiş bu əyalətdə fəlakət həddində olan antisanitariya şəraitində axı necə yaşamaq olar? Daha doğrusu, necə sağ qalmaq mümkündür? Açdığım qapıların, tanış olduğum ailələrin hərəsi məni bir cür təəccübləndirirdi. Həyat hekayələrini dinlədikcə adama elə gəlir, sanki bu dünyada yaşayırdılar cəhənnəm əzabını. Rafiya da onlardan biri idi. Biz burada xəstələnəndə ya türkə çarələrlə keçinirik, ya da buradakı tibb məntəqəsinə üz tuturuq. Tibb məntəqəsi yox kimi bir şeydir. Nə lazım olan dərmanlar var, nə də xəstəyə yardım edə biləcək tibb işçiləri. Bəs sizə dövlət tərəfindən hansısa dəstək olunur? Xeyr, olunmur. Biz burada ailələrin yaşayışı ilə tanış olanda heç bir evdə ayaq yolu görmədik. Sizin evdə də yoxdur? Bəli, yoxdur. Bəlkə də tualeti olan evlər var. Amma siz o evləri Kiberada axtarmayın. O imkana sahib olan adamlar burada yaşamır. Bəs insanlar burada təbii ehtiyaclarını necə ödəyirlər? İstər ayaq yolu məsələsi, istərsə də çinmək. Bütün bunlar evin içində baş verir. Necə yəni? Vedrələrdən, hətta bəzən paketlərdən istifadə edirik. Vedrələrdən? Bəli. Həyatda ən böyük arzum odur ki, yaxşı evim olsun, yaxşı işim olsun, atamı müalicə etdirə bilim. Hazırda vəziyyəti yaxşı deyil. İçəri keçib özünüz də görə bilərsiniz. Buyurub keçib baxa bilərsiniz. Evin yerini göstərmək istəyirəm.
evin döşəməsidir. Aha. Və biz sizə evi göstəririk. Qapıdan bu divara qədər ərazi, yəni bu divardır, o parıldayan nəsə görünür. Maksimum 3 metrə 2 metr ola bilər. O vəziyyət belədir. Bura onların mətbəxidir. Məncə soruşmaq heç ehtiyac yoxdur. Siz burada nə edirsiniz? Oturursunuz yoxsa yatırsınız? Bəli, mən burada yatıram. Bəstə boylu deyil, yetərincə uca boylu xanımdır. Yəni məhz burada yatır. Mən uzun müddətdir xəstəyəm. Müalicəyə ehtiyacım var. Atam diabet xəstəsidir. Artıq neçə aydır ki, gəzə bilmir. Deyirsiniz ki, aidiyyəti qurumlar da dəstək olmur. Xeyr, Bildiyimiz qədər burada su əməlli başlı problemdir. Bəs siz su məsələsini necə həll edirsiniz? bəli, su problemdir. Pul verib alırıq. Çatmasa da bir təhər keçinməyə çalışırıq. Suya nə qədər pul verirsiniz? 20 litr suya 10 şilling veririk. 20 litr 10 şilinqə. Mən sənə deyim ki, çox bahadır əslində. Pulunuz olmayanda nə edirsiniz? Axı siz hal-hazırda işləmirsiniz. Pul olmayanda suyu nisiyə alırıq. İş tapan kimi çalışırıq ki, ilk növbədə borcumuzu qaytaraq ki, bizə yenə də su versinlər. Dəhşət. Bəs necə çatdırırsınız? Çox vaxt növbəti işi tapana qədər suyu hissələrə bölüb qənaətlə içirik ki, susuz qalmayaq. Biz sizə xoş arzularımızı diləyirik. Ümid edirik ki, atanız da yaxında şəfa tapar. Rafiyanın atasına şəfa arzulayıb sağollaşsaq da, təəssüflər olsun ki, 2 gündən sonra onun ölüm xəbərini eşitdik. Açığı bu xəbəri sırf təsadüf nəticəsində Rafiya ilə yolda rastlaşanda öyrəndik. Öyrəndiyimiz təkcə atasının vəfatı yox, həm də dəfn xərclərinin ağlasığmaz qiymətləri oldu. Nə vaxt dəfn olunacaq? Hələ bilmirik. Hələ pulun yığılmağını gözləyirik. Hər şey təşkilati məsələlərdən asılıdır. Bəli, düz eşitdiniz. Biz artıq Keniyada ölməyin yaşamaq qədər çətin olmasından xəbərdar idik. Çünki ötən gün artıq belə bir təşkilatçılarla tanış olmuşduq. Təfərrüatlar məncə sizə də maraqlı olacaq. Normalda neçə günə dəfn xərclərini toplaya bilirsiniz? Adətən bir həftəyə toplaya bilirik. Amma məbləğ yetərincə böyük olduğuna görə, ola bilər ki, iyanə toplama prosesi 1 ay və hətta ondan da çox uzansın. Bəs dəfn mərasiminin tamamlanması üçün nə qədər məbləğ tələb olunur? Bizim WhatsApp qrupumuz var. Orada lazım olan məbləğ tamamlananda görünür. Və orta hesabla dəfn mərasiminə 900.000 şilling tələb olunur. Nə qədər? 900.000. Təkcə morq 400.000 şillingdir. Siz bayaq mahnı oxuyurdunuz. Bu dünyasını dəyişmiş adama aid olan mahnıdır, yoxsa dini ilahilərdir? Biz xristiyanıq, dini ilahilər oxuyuruq. Təşəkkür edirəm. Tanrı sizi qorusun. Çox sağ olun. Sənə lazım idi. Sən də gəl. Gəl bura. Minimum spid xəstəliyi tutduq, yəni. Bütün bunları gördüyümdə belə bir qənaətə gəldim ki, Keniyada insanların yaşaması bir dərddir, dünyalarını dəyişmələri isə başqa dərd. Bizi isə Kiberada hələ çox acınacaqlı həyat hekayələri gözləyirdi. Get, dayanma, sür. Lənətə gələsən. Maşının şüşəsini sındırdılar. Şüşələri sındırıblar. Hey, nə çəkirsən orada? Nə qədər verəcəksən? Yo, biz bazarda deyilik də. Nə deyirlər Murad? Əlsən 500 bəy. Bu özünə böyük sayırdı. Oo, siz neçə nəfərsiz ki? Bacı, bir dəqiqə gözlə, söz deyirəm. Mən sənə pul verməyəcəm.
Aha. Oteldə siçanlar gəzişir. Sizi çox sevdim. Çox şirinsiz, çox. Bu nə istəyir bizdən? Kenyada başımıza belə işlər gəlir. Hər an təhlükədir. Görək Afrikaya olan sevgimiz bizi hara aparacaq? Hansı kriminal rayonlar bizi gözləyir? Özümüzdən müğayət olun. Ümid edirik ki, biz də sağ-salamat bu çəkdiyimiz materialları sizə təqdim edəcəyik. Göydə malyariya uçur, ağcı qanad. Buradan çıxıb getmək lazımdır. Sağ olun dəyərli dostlar. Əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı unutmayın və videolarımızı bəyənin.